Herkese Şahtadan salamlar. Deməli öz maşınımı pisləyirəm. Daha doğrusu mənfi cəhətlərini deyirəm. Part 1. Maşın FAV-dır. FAV. Modelini bilmirəm nədir. Yəni Kitayca yazıb bilmirəm. Belə. Birinci başlayırıq beynimizdən. Baxın millət. Bura beyin qoymaq olar. Bunu hansı ağlına qoyur? Hansı düşüncəli? Bu bütün günü palçıqda işləyən maşındır. Demək olar da, yəni baxır yerinə. Buralar palçıq. Təkər palçıq. Kırılan altı palçıq. Beylərcə palçıq. Dinamo. Ne bileyim abi. Bu belə. Sonra bir dənə radiator. Hə. Radiator az qalır yerə dəysin. Az qalır ki, yerə dəysin. Buradan bu maşını düzəldən zavoda. Ümumiyyətlə mən deyərdim ki, maşın zavodu düzəltməyiblər. Hansısa bir kitabın həyatında düzəldiblər. Niyə? Başqa nüansları çoxdur göstərilərsə, sadəcə olaraq gözümə çarpanları deyirəm. Motorun özü 7 ton 400. 7 ton 400 maşının kütləsidir. Boş çərçi. Onsuz da yanında dolu çərçi yoxdur. Stellalı falan belə deyək. Motor neçə olsa yaxşı? 2.5 litr. 2.5 litr. Bu boyda zırıltıya qoyulan motor 2.5 litr. Turbosuna bax. Belə. Başqa nə deyim? Bax, kondisionerin radiatoru. Gör hara qoyublar. Bu bura qoyulasıdır qardaş. Qoyulası yerdə daha doğrusu. Bax. Düz kırlığın aşağısına. Başqa nə deyim sizə? Bilmirəm ki. Ürəyim dolu deyə doludur. Prosta yadıma düşmür. Bunun çox nüansları var. Bir dənə bunu normal bir yerə qoyublar. Radiatorun belə deyək də raşidini genişləndici deyək də Azərbaycanda gedir. Baçoku nə bilim. Bir dənə bu fərli yerdədir. Kabinkanın arxasında. Belə. Sanaka filtri buradadır. Təkərlər. Zavodskoy kapron. Zavodskoy kapron təkərlərdir. Cuzi yağış yağdı, palçıq oldu. Vso, maşın sənindir. Gözləməlisən ki, ya bir dənə Ural gəlsin, çəksin, ya nə bilim S və hər nəyinsə bir qabaritli bir maşın ki, çəkib bunu çıxartsın. Mənzərəyə də baxaq. Cənnət deyə cənnət. Həqiqətən cənnətdir. Təmiz havası.